Hoş gördük əziz dinləyicilər. Deməli, İran ali dini liderinin bir hərbi müşaviri var. Uzun müddət Sepahın da rəhbəri olub. Kifayət qədər ağıllı bir insandır. Rəhim Yahya Səfəvi. Və onun açıqlamaları həmişə kifayət qədər rezonans doğurur və bu qədər vəzifəsi olmuş vaxtı ikən və indiyənə qədər də özünü öldürməyən generallardan biri olması və onun kifayət qədər ağıllı bir insan olmasının da göstəricilərindən biridir. Bu günlərdə belə bir açıqlama verib ki və o açıqlama da Azərbaycan xalqının da, Azərbaycan ictimai həyatında da bir rezonans doğurur və o fikrə münasibətlər bildirilib. Yahya Səfəvi bildirib ki, İran siyasi ideoloji olaraq Səfəvilər dövlətinin varisidir. Və bunu açıqlamasını verir. Bizimkilər də, bizdə də kifayət qədər siyasi fikirli insanlar, ictimai fikirli insanlar buna fikir bildiriblər. Bəziləri bunu tənqid edib ki, bəli, bu Səfəvilik belə bir bəladır, Səfəvilik başa vurmaq bəlasıdır, Səfəvilik bizi geriyə atardı və s. və ilaxır. Bilirsiniz, indiyənə qədər Azərbaycanda Səfəvi düşmənçiliyini edən insanlar da var da, kifayət qədərdir bu insanlar. Mən də istəyirəm bu barədə fikrimi bildirim ki, əvvəla onu demək lazımdır ki, Səfəvilik Azərbaycanın imperiya tarixidir. Biz bundan fəxr edirik. Halbuki bu imperiya tarixi bugün İranda əsasən dini cərəyan olaraq, dini firqə cərəyanı olaraq təşəkkül tapır. Amma bu günlər heç mənim firqəm yoxdur, nə şiə, nə sünni, heç kəsi firqə etibarilə doğru sanmıram. Amma biz öz tariximizlə fəxr etməliyik. 16-cı əsrdə olan gerilikləri əlbəttə ki, biz bu günəmizə gətirə bilmərik. Bu geriliklər Osmanlı imperiyasında da olub, Avropa dövlətlərində də olub. Ona görə də biz bugünkü məhz İranda bunun daha primitiv versiyası olaraq, daha dindar bir versiyasını biz əlbəttə heç kəs Azərbaycana gətirmək və yaxud da istəməz. Səfəviliyi sevmək, öz imperiya tarixi ilə fəxr etmək o demək deyil ki, onun bütün geri zəkalılığını gətirək çıxardaq. Biz Azərbaycan olaraq öz ideoloji siyasi tariximizi 1918-ci il Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlətlə götürürük. İndi qaldı ki, İranda Rəhim Yahya Səfəvinin fikirlərinə münasibət bildirək. Əvvəla bunu unutmaq lazım deyil ki, inanın mənə, bu günləri nə farslar özünü bu dövlətin varisi hesab edir, nə türklər bu dövlətin varisi özünü hesab etmək istəməz. Bu günləri İranda Səfəvi yolu ilə getmək, onun ən iyrənc yolları ilə getmək İran hökuməti üçün bir məcburiyyətdir. İran bundan kənara çıxa bilməz. İran orada bir fars dövlətçiliyi yaratsa da dövlət dağılacaq. Türk dövlətçiliyi yaratsa da dövlət dağılacaq. İran dövləti özünü 1979-cu ildən məcburi olaraq firqə təəssübkeşliyi altında bir dövlət quraraq yaşamaq hüququ verib. Və o yaşamaq hüququ da o qədər bəsit və o qədər dəhşətli bir vüsət alıb ki, artıq başlarına bomba tökülür Amerikanın, digərlərinə. Bu əslində imperiyanı saxlamaq üçün, indiki ideologiyanı qoruyub saxlamaq üçün bir qəlibdir Səfəvi dövləti və yaxud da ona iddia etmək. Səfəvi dövlətinin nəyinə iddia edir? 600-1400 il, daha doğrusu 16-cı əsrdə olan bir dövlətin bütün geriliklərini gətirib ölkəyə şamil etmək nəyin xilasıdır, nəyin doğrusudur? Əlbəttə ki, onlar bu siyasi ideoloji yolla getməkdən başqa bir yolları yoxdur. Onlar, yenə deyirəm, əgər farsçılıqla geçsələr dövlət dağılmalıdır, türkçülüklə də geçsələr dövlət dağılmalıdır. Ona görə bu vahid bir anlayış olmalıdır. Bu vahid anlayış üçün də şiəçiliyi, firqəçiliyi əsas götürürlər və bunu da əsaslandırıb, buna da bir qılıq uydurmaq istəyirlər Səfəvi dövlətçiliyi ilə. Yəni, Rəhim Yahya Səfəvinin dediyi tamamilə doğrudur. Bu günləri İran güruhu bununla gedir və bununla getmək zorundadır, çünki başqa yolu yoxdur. Başqa bir dövlətçiliyi adı altında o dövləti möhkəmləndirə və qoruyub saxlaya bilməzlər. Onlara bir qəlib lazımdır. Bəlucu da, türkü də, farsı da bir ideologiya altında saxlasınlar. Bu ideologiyada 79-cu ildə əslində qalsa vilayət-i fəqih sistemi dir ki, onu da bu günləri yenə deyirəm Səfəvi dövlətçiliyi adı altında gizlətməyə çalışırlar. Elə onun ən böyük tənqidini də elə məhz oğlu etdi, Rəhim Yahya Səfəvinin və digər mənada da bizimkilər də o saat bundan istifadə edib başlarlar yenə Səfəvi tarixini tənqid etməyə. Əvvəla Azərbaycan
mən özüm də Azərbaycan xalqının siyasi ideoloji tarixini məhz 1918-ci il Məhəmməd Əmin Rəsulzadənin qurduğu demokratik dövlətlə görürəm. Bu günlər hətta Azərbaycan demokratik dövlət olsa belə, yenə də 1918-ci ildə də kifayət qədər qüsurlar vardı, onları kənara atmalıyıq. Ona görə də biz qüsurlarla yaşamamalıyıq və öz dövlətçiliyimizlə də fəxr etməliyik. Qacarı ilə də, Səfəviçiliyi ilə də, digər mənalarda. Bu bizim imperiya tariximizdir. Heç kəs öz imperiya tarixini vurmamalıdır və onu tarixdən silməməlidir. Zaten heç bu mümkün də deyil. Təşəkkür edirəm.